Məni izləyən hər kəsi salamlayıram, gününüz uğurlu olsun deyirəm. Bugün faydalı bir videola gəlmişəm qarşınıza. Əgər sizin həyətinizdə də pəlpətön varsa, bu salatı mütləq hazırlayın. Çünki həm faydalıdır, həm dadlıdır. Pəlpətөndən bilirsiniz, müxtəlif yeməklər hazırlamaq olur. Turşularını hazırlamışam, səhifəmdə paylaşımlarım var. Bugün isə bunun salatını hazırlayacağam. İlk öncə nə edirəm? Həyətimdən pəlpətönləri yığıram və bir ədəd xiyar da qırıram. Bu da öz həyətimdəndir. Hamısı tam təbii. Pəlpətönləri yuvuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Pəlpətönləri təmiz-təmiz yudum və qaynar suya əlavə edirəm. Məndə pəlpətönlər qalın zoğlu olduğu üçün mən bunu qaynar suya əlavə edirəm ki, yumşalsın. Siz bunu qaynar suya əlavə etməyə də bilərsiniz. 15 dəqiqə qaynar suda saxlayandan sonra bunu götürüb bu formada doğrayıram. Mən bunu doğrayıram. Siz istəsəz doğramaya da bilərsiniz. Bütöv şəkildə də yemək olur. Və üzərinə bir ədəd xiyarı da rəndədən keçirərək əlavə edirəm. Ərzaqları istəsəz artıra bilərsiniz. Və üzərinə qatıq əlavə edirəm. Çox dadlı bir salatdır, əsl mövsümlü bir salatdır. Bir diş sarımsağı da rəndədən keçirərək əlavə edirəm. Və qazanımıza bir qaşıq qırmızı toz istiot, üzərinə zeytun yağı əlavə edib biraz qovururam bunu. Salatımıza tuzu da əlavə edib yaxşı-yaxşı qarışdırıram. Qovurduğum yağla istiotu da üzərinə əlavə edirəm. Siz istəsəz pul biberdən də istifadə edə bilərsiniz üzərinə. Artıq salatımız hazırdır dəyərli izləyicilərimiz. Asan və tez başa gələn bir salatdır. Həm faydalı, həm dadlı, həm də mövsümüdür. Bəli dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun.